Bakıda orta məktəb müəllimləri üçün ötən ilin yayından başlayan imtahan yekunlaşdı. Sınaq qiymətləndirilməsi zamanı paytaxt məktəblərində 30 mindən çox müəllim imtahan verib. Bölgələrdə fəaliyyət göstərən müəllimləri də bu sınaq gözləyir. Əməkdaşlarımız müəllimlərin bu sınağa necə hazırlaşdıqlarını öyrənməyə çalışıb. Paytaxtdakı müəllimlərin sınaq qiymətləndirilməsi başlayandan bölgə məktəblərində çalışan müəllimlər də öz növbələrini gözləyirdi. Təhsil naziri Mikayıl Cabbarov sonuncu açıqlamasında dedi ki, bölgələrdə qiymətləndirmə bu yay ərzində həyata keçiriləcək. Nazirliyin bu açıqlamasından sonra konkret olaraq 2 gündür müəllimlər imtahana hazırlaşır. Tovuz rayon Yusif Sadıqov adlı orta məktəbin müəllimləri bu sınağı müsbət qarşılayır. Müəyyənləşdirmək istəyirlər ki, həqiqətən müəllimlər İsraatların tələblərinə cavab verə bilirlərmi? Yeni təlim üsullarından istifadə edib tədris edə bilirlərmi? Müəllim kimi mən özüm tərəfdarıyam. Müəllim onsuz da həmişə öz üzərində işləməlidir. İndi yenə də oxuyuruq, hazırlaşırıq ki, əgər imtahan olarsa, imtahan verək. Lazım gələrsə, əgər imtahan vermək tələb eləyərlərsə, imtahanımızı verə bilərik. Onlar paytaxtdakı qiymətləndirmədə tətbiq olunan suallar əsasında hazırlaşırlar. Müəllimlərin bəzisi yeni təlim üsulu ilə bağlı, konkret olaraq kurikulumla bağlı suallardan narazıdır. Bakıda keçirilən imtahan suallarından tanış olmuşam. Bu sualların ixtisasla olan suallar normal suallardır. Bizdə çətinlik törədən kurikulumla bağlı olan suallardır. Hazırlaşıram, hamı hazırlaşır. Mən də onlardan biri, mən də hazırlaşıram. Çətinliyimiz olanda bir-birimizlə məsləhətləşirik ki, nəsə nəticə əldə edə bilək. Qiymətləndirmədə müəllimlərin fənn, metodika və məntiqi bilikləri yoxlanılır. İlkin mərhələdə müəllimlər ixtisas fənnindən, kurikulumdan və məntiqdən imtahan verir. Təhsil Nazirliyindən bildirirlər ki, sınaq qiymətləndirilməsi tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir. Yəni bu sınaqda ən aşağı nəticə əldə edən belə işdən uzaqlaşdırılmayacaq. Şəhla Poladova, Hicran Nəsibova, Eşqin Vəliyev, TTV.